Hello everyone. Salam herkese. Bugünkü dersimiz 5. sınıf derslerindendir. Unit 7, Lesson, Listening and Vocabulary. Bölme 7, ders, dinleme ve lügat. Exercise 1, tapşırık 1. Match a sentence 1 to 6 with the images A to F. Birdən 6'ya qədər olan cümlələri A-dən F-ə qədər olan hərflərlə uyğunlaşdırın. Yəni uşaqlar, burada bizə qızların təsvirinə aid cümlələr veriləcək. Biz həmin cümlələrdəki rəqəmləri hərflərin yanına yerləşdirəcəyik. Təbii ki, cümlələrimiz həmin qızların xarici görünüşünə uyğun formada olmalıdır. Birinci cümləmizə baxırıq. She is wearing a hat and glasses. O, papaq və eynək geyinib. Təbii ki, uşaqlar, bu bir variantındakı qıza uyğundur. Bir variantına ilə 1 yazırıq. İkinci cümləmizə baxırıq. She is wearing a skirt and socks. O, ətək və corab geyinib. Bu bizim D variantımızdakı şəklimizə uyğun gəlir. Daha sonra üçüncü cümləmizə baxırıq. She is wearing a dress and glasses. O, don geyinib və eynək taxıb. Baxırıq ki, don geyinən təbii ki, A variantındakı şəklimizdir. Dördüncü cümləmizi oxuruq. She is wearing glasses, a hat, jeans and top. O, eynək taxıb, papaq qoyub, cins geyinib və top geyinib. Top da bilirsiniz uşaqlar qısa formada olan bir köynəkdir. Dördüncü olaraq biz I variantını yerləşdiririk. Beşinci cümləmizi oxuyuruq. She is wearing a jacket, jeans and a hat. O, gödəkçə geyinib, cins şalvar geyinib və papaq qoyub. Təbii ki, uşaqlar, bu F variantındakı bizim şəklimizə uyğun gəlir. Və son olaraq, she is wearing black boots, a coat and a black hat. O, qara çəkmə, gödəkçə, yəni palto və qara papaq qoyub. Bu da ki, 6 olaraq C variantına yazırıq. Beləliklə, A3, B1, C6, D2, E4, F5 rəqəmlərinə uyğun gəlir. Exercise 2, tapşırıq 2. Put the letters in the correct order to make closest words. Hərfləri düzgün formada paltar sözlərinə uyğun olaraq yerləşdirin. Yəni uşaqlar, burada bizim paltarların adlarıdır. Sadəcə hərflərin yeri səhv verilib. Then listen, check and repeat. Daha sonra dinləyin, yoxlayın və təkrar edin. İlk öncə biz 3-cü dinləməmizi dinləyək, daha sonra birlikdə qeydlər aparaq. 1. Top. 2. Boots. 3. Dress. 4. Socks. 5. Coat. 6. Hat. 7. Skirt. 8. Glasses. Demək, bir də top, 2 də boots, yəni çəkmə, 3 də dress, don, 4 də socks, corab, 5 də coat, gödəkçə, palto, 6 hat, şlyapa, papaq, 7 skirt, ətək, 8 glasses, eynək. Sizə rahat olması üçün qeyd etdim. 2 də boots, 3 dress, 4 socks, 5 coat, 6 hat, 7 skirt, 8 glasses. Exercise 3, tapşırıq 3. Look at the images in exercise 1 and listen to the dialogue. Çalışma 1-dəki şəkillərə baxın və dialoqu dinləyin. Who is Sergio's sister? Sergio'nun bacısı kimdir? Compose a sentence, cümləni tamamlayın. Uşaqlar, buradakı Sergio's sister is the girl in the picture. Yəni, Sergio'nun bacısını, şəkildə olan bacısını təsvir edəcək. Yəni, nə geyinib, necə bir formada da ona uyğun formada tamamlayacağıq ki, hansı şəklin olduğu. Eyni zamanda bu dinləməyi dinləyərək də biz 4-cü tapşırığı işləyəcəyik. Yəni,
Dördüncü tapşırıqda listen to the dialogue again and choose the correct answer. Yəni dialoqu yenidən dinləyin və uyğun cavabı seçin. Yəni siz bu 7-ci dinləməni dinləyərkən eyni zamanda 4-cü tapşırıqda işləyə bilərsiniz. Ona görə biz ilk öncə təsvir verilərkən şəkillərə baxaq ki, hansı təsvirdəki şəkil qeyd olunub. Hi, Carlos. It's Sergio. Hi, Sergio. Where are you? I'm waiting for you by the movie theater. It's opening now. I know. I'm sorry. I'm late. My sister's meeting you there. Your sister? Why? I don't know your sister. I know. She wants to see the movie too. Look, she has long hair. She's wearing a black coat and black boots with a green dress. No, wait. She's wearing a blue skirt and a green top today. She's wearing a black hat. Is she looking for me now? Yes, she is. She's in the cafeteria in the theater. Wait, Carlos, what are you wearing? I'm texting her to say where you are and what you're wearing. Are you wearing your glasses? No, I'm not. I'm wearing my jeans, a green shirt, and green socks. And my coat, of course. So, your sister, is she waiting for me in the cafeteria? No, she's not. She's waiting for you by the library. Və dinlədiyimiz tekstə uyğun olaraq C şəklindəki qız daha çox uyğun gəlir. Çünki Giorgio bacısını təsvir edərkən qara çəkmə, yaşıl qısa krop geyindiyini, eyni zamanda mavi ətək geyindiyini bildirir və buna görə də biz C variantındakı qızı seçirik. Və burada 3-cü tapşırığın cavabı olaraq Sergio'nun bacısı hansı şəklə uyğun dedikdə biz C variantını işarə edirik. 4-cü tapşırığımızda öncəki dinləməmizə uyğundur. Cümlələr doğruluğunu yoxlayacağıq. Cümlələrimiz təsdiq və ya inkar da verilər. Carlos is waiting for Sergio by the movie theater. Kinoteatrın yanında Carlos Sergio'nu gözləyirdi. Bu doğrudur. Yəni biz bunu inkarda vermirik. İkinci cümləmizə baxırıq. Sergio's sister is wearing a hat. Sergio'nun bacısı papaq geyinmişdi, yoxsa geyinməmişdi. Dinləmədə geyindiyinə görə, yəni qara rəngli papaq geyindiyinə görə biz wearing işarə edəcəyik. Daha sonra 3-ə baxırıq. Carlos is wearing or not wearing glasses. Carlos eyni taxmışdı, yoxsa taxmamışdı. Burada biz dinləməmizə uyğun olaraq taxmamışdı, yəni eyni geyinməmişdi cavabını seçirik. 3-də Carlos is wearing or not wearing a coat. Carlos gödəkcə geyinmişdi, yoxsa geyinməmişdi soruşulursa, geyindiyinə görə biz geyinmək, yəni wearing işarə edirik. Son olaraq 5-ə baxırıq. Sergio's sister is waiting or not waiting for Sergio by the cafeteria. Sergio'nun bacısı kafeteriyada Sergio'nu gözləyirdi, yoxsa yox. Burada gözləmədiyi qeyd olunur. Beləliklə uşaqlar 2-də biz wearing, 3-də not wearing, 4-də wearing, 5-də not waiting cavablarını seçirik. Və son olaraq tapşırıq iş dəftərinə səhifə 38 və 39 işləməyimiz istənilir. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. See you next lessons. Növbəti dərslərdə görüşənədək.